şey diyeceğim. Herkese salam, hər vaxtınız xeyirli olsun. Bizə bu günləri Mahmudun balı səhifəsi bal göndərib diyeceğim. Sən də əlini verirsən altdan və gör ki belə. Yenə Mahmud, yenə balımız mı kızım? Onu deməsəm olmaz. Yenə Mahmud, yenə balımızdır qızım. Ay sağ ol. Mən gəsəmə balı gətirirəm, yaxşı? Gəlsə də balı görəm Sən nədir? deyirsən ki, yəni mən ancaq Mahmudun balını yeyirəm. Mahmudun balını yaxın. Mahmud çatdığı balı yeyim də Mahmudun balını yeyirəm. Mahmudun balını arabada yesin də. Tərbiyəsiz ki. Ama elə yox. Hə, yaxşı da gətir balı. Ay gətirirəm, bu sən bir dənə deyirəm. Nə deyim, Mahmudun balını yeyirəm. Yəni Mahmudun balını yiyəcəm inşallah bir gün ölməsəm qalsam. Belə danışanlar. İndi məsələn ya da belə şeylərdə sevindi məsələn deyək ki, bir-iki başlayır, mən sonra gətirirəm balı, yaxşı? Balı görüm, balı görə sevinim. Ay Allah, bal yeyəcək birinləri. Belə şeylərdə hə. Hər kəsə salam, hər vaxtınız xeyirli olsun. Bu günləri qeyd etmək istəyirəm ki, hər üçəki kimi bizdən soruşursunuz ki, ananın bu uzun ömrünün sirri nədir? Balda. Mahmudun balında. Maalesef. Anamın uzun ömrünün siri Mahmudun balındadır. Anam illərdir ki, Mahmudun balı yiyir. Balını yediyinə görə bu qədər uzun ömürlüdür. Bu qədər yaşamışam, bala görə. Bal yiyin uzun yaşayın. İndi başlayıram, mən gətirirəm şey yana, yaxşı. Gətir görəm elə bu Mahmudun balını. Dostlar, budur bizim balımız. Anam da Ay Sələ, arı ilə bal bir yerdə olmur. Apar onu çıx demə. Nəyinlə var mən arını? Tut əlində. Ben tuta bilmərəm, apar tutur efeyi. Aynen, tut əlində. Tuta bilmərəm mən ha. Tuta bilmərəm, arı var onun içində. Aynen, vızıldayırdı yani. Arı var onun içində, arı. Mən tuttum onu. O deyib bal göndərirəm, mən də arı göndərirəm. Nəyinlə arını? Ana, ayırt eləyəcəksən də. Mən ayırt etmərəm, mənə bilmərəm balı dedim. Cəhənnəm olsun bal, şişirsin bir yerimi istəmirəm. Ana, bir dənə dinəndə. O deyim, mənə deyim. Yaxşı, onun adı nədir kişinin? Mahmudu. Mahmud, sən demişsin bal göndərsən, deməmişim arı göndərsin. Lazımdır mənə. Ana, bir dinəndə Mahmudun balının arısı da üstündədir. Əgər istəyirsinizsə sağlam... Barla bir yerdə arı da alın. Ana, belə demə də. Mahmudun balından bal istəyirsiniz, arı ilə bir yerdə alın, evdə özünüz bal çıxadarsınız. Çünki Mahmudun balı. Mahmud başka bir şey göndərməzdim mənsə. Arı göndərib, üstündə, bal göndərib, üstündə arı. Onu mən yeyə bilər, hə? Öləm deyil. Ana, çıxadacaqsan da. Öləm də onu qabaqlaşmaram. Yaşlı nəsil bilir. Apar səni Allah'ım sən bir dənə tut. Tuta bilmərəm. Mən tuta bilmərəm, mən qorxuram arıdan. Dəbə arı çıxmış şirdim mənə. Harbi? Deyərəm harama, ağzımı, burnumu, məndən aramı. Danış da bir dənə, təqdim elə də, ana, repul almışam. Nə deyim, Mahmud biz üçün bal göndərib. İçində də arı. Onu masıb yemək olar, yox. Ana, elə demə, biz arılı bal yeyirik. Ha, biz arılı bal yeyirik, siz də arılı bal alıb yiyin. Bir yeriniz qoy şişsin. Bu əlimə tuta bilmərəm. Qurban tutar. Bunu bir dənə al, bu arısı. Al, apar qoy qıra balkona onu. Ana, bu şeylədə, ana, bir dənə əvvələ gülə-gülə dinən. Biz həmişə arılı bal yeyirik. Mahmudun arısı, Mahmudun balı. Şeir deyirəm, amma Mahmud dilində. Vəlibaşı göndərim mən. Biz həmişə Mahmudun balını yeyirik. Arısını yemirik. Arılı Mahmud göndərəndə arısız bal göndərir. Yox, Mahmudun özəlliyi. Bir dənə dinən. Mahmudun balı. balı... Yox, dinən dostikkolar. Dostikkolar? Hadi gətir, nə dostikkolar? Yox, halavatkolar. Dostikkolar. Mən dostikka bilmirəm. Hətta balı onu istəmirəm. Ana, bir dənə dinən, dostikkolarımız, arımız, balımız, Mahmudumuz. Apardı da, gör ki, yudun indi onu, elə təqdim elə. Neyim? Arı mahnısı oxuyum, Mahmudca. Yox, Mahmudun balları məni uzun ömürlü elədi. Yox, deyərəm, arım, balım, Mahmudum. Arı balım göndərib mənim Mahmudu. Ana, deyirəm, Mahmudun sayəsində uzun ömrə qovuşmuşam. Mahmud məni balı ilə həmişə dadlandırıb. Mən Mahmudun balı ilə yaşayıb ömür sürmüşəm. Yalandan deyim, Mahmudun balı yaşamışam mən. Nə çox bal saçanlar. Mahmudun balı üstündə də bonus arı. Vursun, şişirsin, çalsın bir yerimi, olsa gör başıma döyə deyə qalım. Neyniyim? Əgər siz də gözəl bal yemək istəyirsinizsə... Mahmuddan alın. Mən sən deyirəm, Mahmuddan alın, Mahmudun için alın. Mahmudun için nə alın ki? Siz də gözəl bala sahib olmaq istəyirsiniz. Mahmuddan alın. Ay sağ ol. Anam kimi bu qədər təravətli, həmişə yaşıl qalmaq istəyirsinizsə... Həmişə yaşılam mən. Yaşınızın bilinməməyini istəyirsinizsə... Bal yiyin. Mahmudun... Arı balı yiyin. Arı balını yiyin. Mənim anam həmişə Mahmuddan yiyib. Mahmuddan yiyin. Mahmudun balından yiyin. Mahmuddan yesin yeməmişəm.
Mahmuddan. Zəhləm getdi Mahmuddan da. Nə bəs dəxi yığışdırıb balı yemərəm. Ölsəm də balı ağzına açıb bal yemərəm orada. Mahmudun balı bir ömür uzadır. Oo, çox. Ana bal şeylərini sən şəkildə qoyacaqlar. Hara, balanlara ya, boş Allah eləməsin. Mahmudun balın yeyin. Yeyin, arı ilə üstəlik. Arı da yeyə bilərsin.